Mən özüm əvvəl sərbəst güləşlə məşğul olmuşam. Sərbəst güləşlə məşğul olduğuma görə mən MMA seçdim və mənim üçün güləş barəsində rahat oldu. Yəni əllərimi də bir balaca düzəltdim. Yəni MMA-da əsas üstünlük mən özüm fikirləşdim. Yəni birincində güləş olmalıdır. Sonradan əllər, ayaqlar düzəldirsən. Məsələn, boksdan gələn olub, kim boksdan gəlib, uçsandan gələn olub, krepindən gələn olub. Hansı idmandansa gəlirsən, o idman ki, anlaşın yoxsa onu müəllim öz üzərində işləyir və düzəldir. Valideyn özü öz uşağının əlindən tutub gətirib ki, biz istəyim ki, mənim evladım da MMA ilə məşğul olsun. Daha ki, xanımlarda da olub ki, xanımlar özləri də müraciət edib ki, MMA-yı seçiblər, MMA ilə məşğul olurlar. Əsas odur ki, yəni canlarını qorusunlar. Əsas birinci növbə odur. İkinci növbə odur ki, yəni MMA ilə mən özüm öz fikrim əsir kişi idman növüdür. Qəfəsə vuruşursan, yəni əsir kişi idman növüdür. Və idmanla fərq eləməz. MMA elə başqa növ. Hər kəsin öz əsas həvəsdir. Həvəsin varsa, həvəslə zala gəlib girirsən, zalımız da ki, bizim ikinci ev deməkdir. Yəni sən əsən həvəslə gəlib zala girirsən, məşq edirsənsə, deməli sən əziyyət çəkirsənsə, nailətlərin olacaq. Yox, həvəsi gəlib evdən güclənsə, çıxardılar, ged idmanla məşğul ol. O məsləhət görmüşdür ki, gəlməsinlər. Amma həvəs varsa, hər şeydə həvəs varsa, o da alınacaq.